Hər birinizi salamlayıram. Bilirsiniz ki, mənim idman zalım burada yerləşir. Zeytin idman zalı və bizim idman zalımızın yanında 2 dənə avtomobil salonu var. Biri Chery'dir, M-Hero. Neçə vaxtdır ki, demək olar ki, diqqətimi çəkir. Maşın əslində budur. Gəlmişik ki, biz maşınımızı bir dənə baxmaq istəyirik. Bax, indidən deyirəm ha, demirəm belədir, yaxşıdır, pis, heç nə demirəm. Prosto bir baxmaq istəyirəm. Sözü gedən maşın budur. Belə bir görünüşü var. Amma bunun bir dənə də off-road versiyası var. Görün, burada da sonunda göstərim. Sənədlər hazır olana kimi. Axtardıq, avtosalonda yoxdur. Niyə? Çünki satılıb. Amma onu da tapıb sizə göstərəcəm. Açarımız burada. Belə bir açarı var. Bu da sənədlərimiz. Və indi artıq gedən maşınımızla tanışalaq. Artıq maşınımızı götürdük. İçi qırmızı. Çoxlu knopkalar. Və mən bir dənə tanış olum, sizinlə birlikdə tanış olacaq bu maşına. Nələr var, nələr yox. Və siz bir dənə mənə deyin bu dəqiqə hansı bölgədə, harda qar, yağış yağırsa mənə deyin, xahiş edirəm.